Sergey Murtuzəliyev 1963-cü il noyabrın 17-sində Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Buranı müvəffəqiyyətlə başa vurduqdan sonra təhsilini Yeysk Ali Hərbi Aviasiya məktəbində davam etdirmişdir. O, bir müddət Rusiyada işləmişdir. Sonra Kürdəmirə gələrək hərbi aviasiya alayında xidmət etməyə başlamış və polkovnik leytenant rütbəsinəcən yüksəlmişdir. Sergey Rus hərbiçiləri gedəndən sonra köhnə təyyarələri özü təmir edirdi. Elə o vaxtdan da bu təyyarələrdə özü uçmağa başladı. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey olmuşdu. Döyüş bölgələrinə əməliyyata gedən zaman onun təyyarəsi ermənilər tərəfindən 2 dəfə vurulmuşdur. O, məharətlə təyyarəni yerə endirmiş, özü də salamat qalmışdı. Sergey dəfələrlə Qarabağa uçuşlar etmiş, düşmənə ağır zərbələr endirib, onlarla ermənini öldürüb və zirehli texnikalarını sıradan çıxarıb. Həmçinin əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət göstərmişdir. O, 30 avqust 1993-cü ildə təlim uçuşu zamanı qəzaya uğrayaraq həlak olmuşdur. Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilən Sergey evli idi və ondan 2 qızı yadigar qalıb. 1994-cü il tarixli 202 saylı fərman ilə polkovnik leytenant Murtuzəliyev Sergey Murtuzəliyeviçə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Əlinizə mikrofon alın və küçədə insanlara yaxınlaşaraq Murtuzəliyev Sergey adında bir insan tanıyıb tanımadıqlarını, onun Qarabağ müharibəsindəki qəhrəmanlığı barədə soruşun. Əmin olun ki, bir çox insan nəinki onu tanımayacaq, hətta Murtuzəliyev Sergey adına görə onları məsxərə etdiyinizi düşünəcək. Maraqlıdır ki, Azərbaycanın son 30 ildə 220 civarında milli qəhrəmanı olmasına baxmayaraq, cəmaət onlardan ancaq Albert Ağarunovu tanıyır. Görəsən niyə belədir? Cuhudlar insandır, digər millətlərdən olanlar insan deyilmi? Bu nüans onu göstərir ki, ölkənin idarəçiliyi cuhudların əlindədir.